what's your expectation from upcoming fights? How do you feel? Energy's great, man. Body's feeling how it normally does during fight week, going through my paces. It's been a great trip from the time that I landed. You know, the Baku, Azerbaijani people have been amazing. I landed about 1 a.m. and it was like a group of kids up there waiting the whole time. Somehow they found my flight. And that was just really cool to see landing. I don't get that much in the USA. USA fans aren't quite as great as you all's fans. So fight week's going good. We're on pace, and it's been great so far. Charles, siz özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, gözləntiləriniz nədir? Və deyərdim ki, təxminən saat gecə 1-də endim Bakıya, Azərbaycana və orada məni bir qrup uşaq gözləyirdi. Yəni, onlar necəsə öyrəniblər ki, mən bu vaxtda Azərbaycana enəcəm. Və elə deyərdim ki, ABŞ-da olduğu kimi də məni eyni qarşıladılar, azarkeşlər. Və düşünürəm ki, bu möhtəşəm idi. Who do you think is the most underrated fighter in UFC and why? You say any fighter? Yeah, any fighter. Most underrated? Yeah. Let me get back to you. Let me think about that one. I had to think a little bit. Hello. Hello, Charles Johnson. Yes. We're from Kazakhstan. I have a question about your opponents. You've beaten 2 Kazakh fighters already, and now you're fighting in a third one. Why does the UFC keep giving you Kazakh opponents? Is just a coincidence, or just you are asking for them? Like, no, I never asked for Kazakh people. You guys are warriors, brother. I love you guys, fighters, and your culture of fighting. Now that I'm having my third opponent, I respect you all. We had a fight in Tampa, a fight card, and you all were there supporting one of your athletes. I can't remember who it was. And I was outside, and it was a group of Kazakh people. And they recognized me because this was after my fight with Azat. So this is last year, end of the year. And they came up, they all showed me a lot of love and said they support me. And they said, don't fight the Kazakh anymore, we love you. And then, but, you know, what can you do? You guys have so many great fighters. And once again, Asu is a great fighter, top 10 in the world. And it's just kind of the nature of the business. Və sual budur ki, məhz son elə bir ki, döyüşlərdə davamlı şəkildə elə qarşıya çıxan rəqiblər Qazaxlar idi və indi də 3-cü döyüşçü, oponent məhz Qazaxstandan olacaqdır. Bu bir təsadüfdür, yoxsa elə sizin içinizdən elə gəlir ki, yəni oponentiniz Qazaxstanlılar olsun? Əslində qalsa xeyr, bu belə deyil. Mən çox hörmətlə yanaşıram Qazax döyüşçülərinə, ümumiyyətlə Qazaxstandan olan insanlara. Hətta bir dəfə olmuşdu ki, mən yəni oyundan sonra məni Qazaxstanlı azarkeşlər belə deyək, mənimlə görüşmüşdü. Mənə dedilər ki, bizim döyüşçülərimizi döyməyin daha. Və mən də dedim, yox, əslində qalsa bu belə deyil, bu istəyim deyil. Misal, mən bilirəm Qazaxıstanın özündən Asu, yəni çox gözəl bir döyüşçüdür, bütün dünyada tanınır. Ona görə də mənim Qazaxıstandan olan döyüşçülərə də rəğbətim böyükdür. Charles, you were a professional boxer. Do you think that gives an upper hand to your opponents to predict your moves, or you are surprising them every time? I took professional boxing matches, but it was mostly me as a martial artist. I like putting myself in the closest root of a martial art to learn it. And I was already a professional mixed martial artist, so I only had a choice to fight professionally as a boxer. So I had to learn on the job, as you would say, and I ended up getting booked with like a lot of blue chip and diamond chip level boxers. So these guys had like 200 and 300 fights as amateurs. And me, I was just having like my first boxing matches ever. And I'm very proud of that journey too as a martial artist, because I was learning on the job and having to fight a high level of opponent
with little experience. And so it was just the journey of a martial artist. So I pride myself in my boxing because I got started in martial arts at 21 years old. So I pride myself in all of my martial arts because I've dedicated myself a lot and learned a lot in a short amount of time. Siz bildiyimiz qədər peşəkar boksla da məşğul olmusunuz. Sizcə bu sizə döyüşlərdə hər hansı bir üstünlük verirmi rəqiblər üzərində? Mən belə deyərdim ki, peşəkar boks maçlarında yarışmışam. Özüm daha çox məni o dövrlərdə döyüş sənəti maraqlandırırdı. İstəyirdim onun belə dərinliyini öyrənim. Bu yolda da elə oldu ki, mən hətta yəni Blue çempion statusunu və Diamond statuslu çempionlarla da üzləşmişəm və onları tanımışam, onlardan çox şeylər öyrənmişəm. Amma bu mənim 21 yaşlarımda olmuşdur. Mənim üçün çox gözəl bir, belə deyək, bu dünyaya, bu aləmə bir səyahət olmuşdur. Amma bu, yəni keçmişdə olmuşdur. So to answer your question, once again, I don't think if they try to focus on the boxing, I'm a better grappler. My first martial art was wrestling in high school. And so I enjoy every aspect of mixed martial arts. I spent a few years in Thailand learning Muay Thai. So yeah, if they only focus on one thing, everybody sees the knockouts, but I can do everything. Thank you for answering my question. And the Və next, çox üzr istəyirəm. Və əslində qalsa mən təkcə boksla deyil, həmçinin də yəni Taylandda Muay Thai ilə də məşğul olmuşam. Daha çox mən grapplerəm, yəni və bu baxımdan, yəni əgər rəqib hər hansı bir texnikanı istifadə etmək istəsə, mən hazır olacağam, yəni knockout etmək üçün. what you can say about the Baku, Azerbaijan? What was your impressed at most? Maybe some our foods or our hospitality about people? I haven't been able to experience the food, right? It's fight week, so I'm stuck with UFC fight week meals. I don't have that leisure yet. After my fight, I'm going to try to get some good food somewhere so you guys can recommend something for me. But I think my greatest experience here in Baku so far has definitely been the people, the culture. I was telling my coach, everyone's so beautiful. It seems like people value themselves here and they carry themselves respectfully and honestly. So it's nice to be around a place that's clean and the people take care of themselves. Və məhz Azərbaycana gəlmisiniz. Azərbaycan haqqında nə düşünürsünüz? Təəssüratınız nədir? Ölkə ilə bağlı, şəhərlə bağlı olaraq yeməklərimizin dadına baxa bilmisinizmi? Əslində qalsa, burada olduğum müddətcə mən yeməklərin dadına baxa bilmədim. Çünki bilirsiniz ki, döyüşə hazırlaşırıq və UFC-nin təqdim etdiyi yeməkləri biz hal-hazırda dadırıq. Amma döyüşdən sonra çalışacağım, nəysə tapıb yeyim. Və əlavə də olaraq bunu qeyd edə bilərəm ki, insanlarla bağlı olaraq, insanlar çox gözəldir, özünə baxır, baxımlıdır, yəni hər yer çox səliqəlidir, təmizdir və yəni bu qədər. Charles, yeni başlayan idmançılara nə məsləhət vermək istərdiniz ki, professional səviyyədə UFC döyüşçüsü olmaq üçün nələr etmək lazımdır? Charles, what would you advise to the beginners, actually, what they should do in order to become a UFC fighter? So like I said, I started in martial arts at 21, fairly late. 15, I started wrestling, but like martial arts 21. I would say get somewhere that you can train consistently. It doesn't matter where. Somewhere you can train consistently every day and find out if you really want to do this and try to expose yourself to the sport as much as possible daily. And then over time, you'll learn if you love it and you'll get to experience and see how much it takes to really get to this level, time, effort, and health. And I think that's the best way. Get somewhere consistently that you can train. Sorry, I need to translate. Əslində qalsa deyərdim ki, 15 yaşında mən döyüşlə, güləşlə daha doğrusu başladım. 21 yaşında döyüş sənətləri ilə məşğul olmağa başladım.
Mənim tövsiyəm bu olardı ki, yəni fərq etmir, məkan fərq etmir. Harda olmağından asılı olmaraq, əsas məsələ hər gün idmanla məşğul olmaqdır, məşqlər etməkdir, nələrsə sınaqdan keçirməkdir, özünüzü tanımaqdır və sonra isə özünüzü belə deyək, tam şəkildə kəşf etdikdən sonra özünüzü göstərə bilərsiniz. Rafaellə hazırlaşmışsınız, səhv eləmirəmsə, sosial şəbəkədə paylaşım eləmişdiniz. Hazırlıq necə keçib və Rafael Bakıda nə etməyə məsləhət görüb? If I'm not mistaken, you also trained with Rafael. What did he actually advise you to discover here in Baku, in Azerbaijan? I love Rafael. I met him in 2020. He was my kickboxing coach at Tiger Muay Thai in Thailand. We've always been cool, like brothers. And so whenever I see him, it's a good time. And honestly, it's fight week, so we've already been preparing with our teams to do what we need to do. And he just told me, he actually told me he likes how I've been fighting. I've been fighting really well. He enjoys watching me. And I asked him, you know, is there any strike you see me landing? He advised me a little bit on something that I don't want to disclose right now, but we had a good conversation, and he just told me just go and be active and be myself, you know. Və düzünü desəm, əslində qalsa, Rafaellə çox yaxşı bizim ünsiyyətimiz var. Onunla 2020-ci ildə tanış olmuşam. O, Taylandda mənim Muay Thai üzrə kickbox məşqçim də olmuşdur. Və çox yaxşı münasibətimiz var o baxımdan. 5 həftədir ki, buradayam və bu dövr ərzində o mənimlə məşq edir, bəzən, misal üçün, zərbələr endirir, məni izləyir, yəni döyüşümü bəyənir çox. Mən də zövq alıram bu prosesdən. Az-çox mənə məsləhətlər verir, amma burada hələ açıqlamaq istəmirəm bunu, yəni dərinliklərini və s. Sadəcə mənə deyir ki, aktiv ol və özün kimi ol. And to answer your most underrated fighter question, brother, I don't really have anyone in mind. I have a few people that I love watching, and most people already like on people's radar, but I honestly think Pantoja is still really underrated. Although he's been champion, I think like sometimes people look past how good he does with certain things, Alessandro Pantoja. And I watch my weight class the most, so I think that's what I could say. And I also think like Corey Sandhagen's skill set is really good too. I think so also. Thank you. Sizin birinci sualınıza gəldikdə isə sizin fikrinizcə, yəni hansı döyüşçülər daha az qiymətləndirilmişdir? Deyərdim ki, burada Aleksandr Pintoxanı və Corey Henrik'i yəni qeyd eləyə bilərəm. Düşünürəm ki, yəni ki bu iki belə də ümumilikdə, amma ağlıma yəni çətinliklə gəldi bu iki döyüşçü.